Qurban beyrəmi İslam dinindəki mübərək beyrəmlərinin birisi. Qurban çalu ғörf qədəti İbrahim peyğəmbər zamanına barıb tutaşa. Rabbisi əmrini ütər üçün üz ulu İsmailini də qızğanmağan kişinin tuğrılığın istə tutup bu günni mümkünligi bulğan hər kim qurban çalırğa deyiş. Həligi qamil Allah'ı təğələgə yoqunayubuzna onlata. Qurbanını çalğanda indi kişi qibla tarafına yönelip, taharatlanıp, ғörf adetlerini ütəb, Bismillahi Allahu Ekber deyip, üz qolu bilen çalsa en aybəti. Şunda kimdə bulsa ona qalğan bütün əybirlərini, itini, nilərini tapırğa desələr, məsələn, şunda yardım etsə bir nindi zarar da tugul. Əgər də ki, indi kişi özü xalı jitməsə, şalarğa məsələn, yeysə mümkünçiligi bulmasa, ol bir də neçəgə aytırğa, günah tugul, başqa kişiyə şol məsuliyyətini, şol cavablıqını birsə, mən məsələn, kimgə də bulsa, satıb alam da bir sarıqını kitirəm, siz mənə aşalıp, birsəgiz idi deyib, rəhim edib. Ya isə hazırki vaqtda o kişi özü də bara qayşaq, özü ақшасын ғана birə, şol sarıqның ақшасын ana bütün işini işləb birələr. Ol da qurbanğa kirə, elhamdülillahi rabbil alamin. Qurban qayıdı günündə Nurlat rayonunun Barlıq 42 Məşid məhəlləsində beyrəm şaraları uzaşaq. Saat 3-də inşallah ertəngi namaz bulacaq. Həm 4:30-da, 5-ci yartıda ertəngi namazdan sonra indi qurban namazı. 5-ci yartıda biz saflanamız, namaz oxuyubuz. Ana xatlı yartı saat ilik inşallah vəğəzlərini sili başlayırız. Saat 4-lərdən indi inşallah məşidlərimiz dolu bulsun deyib ümitlənəbiz. Vəğəzlər siliyibіз, şunda qurbanның mənasını anlatabız, din İslam turunda siliyibіз. Allah subhanahu wa ta'ala'nın yolu turunda siliyəcəkbiz inşallah. Qayıtda çalınğan qurban iti iş ilişkə bölünə, muhtaçlarga berilirgə deyiş ilişin bu yıldan mühtəsibətdə də qabul edələr. Əgər də ki, kişi qurban çalsa, həm şunu sadaqaga birigə ümitlənsə, niyetlənsə, biz onu öz üstümüzdə alabız, kişi getirsin mədrəsəgə. Bunda mədrəsədə biz onu buləbiz, nitəbiz, həm gerekli yerinə muhtaç bulğan kişilərgə iləşəbiz. Muhtaç kişilər ol bar, kişilər bitində dərsini aytganda kişi gadi turmuş bilan yaşaganda o ko'rmay. Necha suqur, necha dim suqurlar bor, masalan Nurlatda kim bir narsani da ko'rmay, bir qachon da idanda chiqmay turgan kishilar bor. Kim bor, qay bir kishilar shu qurbondagina itni ko'ra turgan kishilar. Yil davomida bir qachon da tega degan birni beginde shu sadaqa bilangina kelsa alarga. İnşallah şagirdlar bo'lsa alarga da indi Alloh taolaning yo'lida yurgan kishilarga. Kimdir biz bilamiz qatı ağırtılar bilan avutgan kishilar alarda muhtaç. Mana shu bütün ma'lumotlarni to'plab alarga bo'lib inşallah biz taratacaqmiz. Qurban qayıdı iş gün devam edəcək. Şuların hər qaysında da qurban çalı yulasın ütə buladı rayon mühtəsibi.